Renoir demişti, keşke biz anadan olanda kör doğulardıq, gözümüzü açanda minyatür görərdik. Ürfani bir sənətdir. Həqiqətən də çox ilahi, kökləri dərindən olan bir sənətdir. Zaman öz izlərini həmişə daşda, kağızda və ya sözlərdə qoymur. Bəzən zaman bir rəngdə gizlənir. Bəzən bir xəttdə yaşayır. Miniatür sənəti məhz bu səssiz zamanın dilidir. Bu sənət əsrlər boyu kitab səhifələrində gizlənmiş, lakin heç vaxt susmamışdı. O hökmdarların sarayında, şairlərin misralarında, rəssamların sükutunda nəfəs almışdı. Miniatür sənətini öyrənmək, onun üslublarını, onun istiqamətlərini bilmək üçün mütləq bir tarixi nəzər lazımdır. Çünki miniatürün yaranmasının özünün tarixi aspektdən müəyyən istiqaməti var. Düşüncənin materiallaşmış forması. Yəni gözlə görünən düşüncədir. Həm miniatür, həm xalça, həm xattadlı bizim bu milli mədəniyyət DNK-mız. Yəni bunları saxlayan əlbəttə ki, o düşüncənin varaq üstə, xalça üzərində keçirilməsidir. Türk İslam mədəniyyətində çox orijinal bir üslubdur və əvəz olunmaz bir məhfumdur. Əyərləri biz 16-cı əsrdə biz onun akademik bir formasını görüb heyran olmuşuqsa, 13-cü əsr, 9-cu əsr, 8-ci, 7-ci əsr, 1-ci əsrlərdə dünya müzeylərində bu əsərlərə baxanda bir baxırıq, görür ki, bunu insanlar necə eləyiblər, necə işləyiblər. Bugün bildiyimiz mənada miniatürün nə texnikası, nə də fəlsəfəsi bilinmir. Miniatür haqqında bütün danışanlar müasir sənətşünasların təxəyyüllərindən ibarətdir. Niyə görə? Çünki miniatürün necə formalaşdığına bağlı kitabı yoxdur əlimizdə. Miniatürlə bağlı çox sayda əlimizdə əsərlər var. Amma bunlar necə işlənirdi, necə formalaşırdı, hansı ahəngin parçası idi, bunu bilmirlər. Ona görə də aşağı-yuxarı miniatür tədqiqatçıların böyük bir hissəsi miniatür haqqında çox fikirləri illüziyadan ibarətdir. Görürsünüz, onun adını miniatür qoyublar. Amma siz gedin Hollandaya, müzeylərə baxın, Holland məktəbinə. Onlar yağlı boya işləri var hamısının. 15-ci, 14-cü, 16-cı əsrlərinin, 18-ci əsrlərin Holland rəssamlarının işləri var. Hamısı balaca, kiçik ölçülərdədir. Niyə görə onların adını miniatür qoymadılar da? Götürdülər bizim müxtəlif ölçülərdə çəkdiyimiz kitablar, müxtəlif ölçülərdə olublar. Böyük olublar, kiçik olublar, divarlarda olublar, mozaika olublar, freskalar olublar və s. və s. Hamısını götürdülər, bir ağızdan miniatür dedilər. Miniatür nə deməkdir? Kiçik təsvir. Yəni onu bir küncə sıxışdırmaq kimi. Bu elə miniatürdür də, buna belə deyək. Yəni böyük ramkadan, böyük çərçivədən çıxartdılar onu. Bir sözlə bizim də ağzımıza düşdü. Mən sizə miniatürlə bağlı iki dənə təməl düşüncə deyim. Birincisi, bugün xristiyan dünyasında öz miniatürü var. Və eyni zamanda şərqin də bir miniatürü var. Bunların ikisi eyni kökdən gəlmir. Niyə görə? Çünki bugün miniatür deyilən kəlmə, o mino sözü, kiçik mənasında əslində
klassik xristiyan kitablarının giriş cümləsinin birinci hərfinin böyük qırmızı hərflərlə göstərilməsi idi. Oradakı o qırmızı versiyanın ortaya çıxma səbəbi Yahudilərin İsraildən köçü sırasında Tövratın dediyinə görə Misirdə fəlakətlərdən qorunması üçün Yahudilər öz evlərinin üzərinə qurban kəsilmiş heyvanın qanını sürdülər. O qırmızılıq xilas rəmzidir. O xilas rəmzi daha sonra Tevratda və hətta xristiyanlıqda bir qurtuluş rəmzi olaraq hər zaman istifadə edildi. Cümlənin əvvəlində, girişlərin ilk hərflərində. Yəni, xristiyanlıq aləmindəki miniatür, o mini anlayışı oradan irəli gəlir. Və eyni zamanda bu bir məkandan irəli gəlir. Məkanın müqəddəsliyini ifadə etmək anlayışı. Halbuki şərq miniatüründə elə bir anlayış yoxdur. Niyə görə? Çünki şərq miniatürün təməlində ən mühüm anlayış Mani və onun kitablarıdır. Qərb üçün miniatür bir xilasın rəngidir. Latın dilindəki minium boyası sanki qədim bir yaddaşın əks sədasıdır. Lakin şərq miniatürü başqa bir bulaqdan su içir. Onun kökündə qorxu və ya qurban deyil, sənəti peyğəmbərlik möcüzəsi kimi görən bir dua dayanır. Mani. Manixeizm üçün rəng sadəcə bəzək deyil, qaranlıqdan ayrılmış nurun zərrəsidir. Zülmət həqiqətin üzərinə çəkilən pərdə, nur isə dərk etmək, idrakin oyanışı. Bu gözlə görülən nur deyil, ruhla hiss olunan nurdur. Bizim irfan mədəniyyətində, irfan inancında dualizmə yer yoxdur. Çünki onlar bir-birini tamamlayan şeylərdir. Həyat və axirət. Bunlar iki qütb deyil. İkisi bir yerdə olan bir fəlsəfəni tamamlayan həm nur, həm zülmət, həm işıq, həm kölgə, həm dünya, həm axirət. Yəni ona görə manidən gəlir, amma dəyişir, zaman keçdikcə dəyişir. Mani fəlsəfəsi Sultan Məhəmmədə qədər gəlib çatmıyor. O dəyişib təkamül keçir, bir təkamül yolu keçir. Və irfan fəlsəfəsindən də oturub və onu ilə puxtələşir. Yəni dünyaya baxışı da, sənətə baxışı da, hər şeyə baxışı da o fəlsəfənin üstündə qurulub. Yəni bizim bütün mədəniyyətimizi, tariximizi bir silsilət-ü zəhəb deyilə, bir qızıl zəncir kimi götürsək, gəlişi və sonumuzu bizim bütün millət olaraq, xalq olaraq dünya görüşümüzü formalaşdıran, fəlsəfəmizi formalaşdıran, şəxsən üstündən 500 il, 1000 il keçəndən sonra mən bugün emalatxanamda oturub çalışıramsa, mən də həmin fəlsəfənin daşıyıcılarındanam. Yəni o mənəviyyatın daşıyıcısıyam ki, gəlib indi bugün də bu yaşayır. İnsan gözü hər zaman gördüyünü birinci qəbul edir. Təsvir insanlara daha çox təsir göstərir. Nəinki bir əsərin oxunub onun paylaşılması. Ki o dövrdə oxumağın da çox çətin olduğu, ancaq müəyyən dairələrin oxuya bildiyi dövrdə təsvir daha çox təsir edirdi. Ki ona görə də Mani öz əsərlərini birbaşa təsvirlərlə təqdim edirdi insanlara ki, oxuya bilməyənlər bu təsvirin gücündən inancın təsirini və ya nə dediyini paylaşsınlar. Bu nur məsələsi metafizik bir kateqoriya olaraq müxtəlif dinlərdə, misal üçün həm xristianlıqda, həm İslamda hansı funksiyanı daşıyır? Biz misal üçün ikonalarda qızıl rəngdə fon görürük. Bu nəyi göstərir? Bu bizim yaşadığımız dünyanı yox, Allahın dünyasını, hansında ki gündüz, gecə, yəni artıq olmayacaq axirət günündən sonra. Yəni bir rejimdə olacaq işıq. Və bu ruhani işıqdır, metafizik işıqdır. O nöqteyə nəzərdən bunun şərti dili var və şərti rəngi var.
Eyni də İslamda biz görürük ki, bu təbii prosesləri yox, o daha çox metafizik, fəlsəfi rejimləri özündə daşıyır. Yəni bu estetik sistem. Mani özü bir xristiyanlıqdan da təsirlənmiş bir anlayışdır, cərəyandır. İçində başqa dini ünsürlər də var, zərdüştçülük də var, yeri gələndə şamanik ünsürlər də tapmaq mümkündür. Buddist elementləri də tapmaq mümkündür. Amma maninin bir anlayışı var, təməl anlayışı. Mani üçün əbədi zaman anlayışı əsasdır. Və maninin miniatüründəki təməl düşüncə zamana bağlı düşüncədir. Bizim yaşadığımız zaman əslində kiçik zamandır. O mini zaman deyilən budur. Amma böyük bir zamana bağlanması üçün zamanı periodik olaraq 5 dövrə ayrılırlar. Bu mənada da maninin o təsvirlərindəki sonsuz zaman anlayışı və sonsuz zaman anlayışının o miniatür əsərlərində əks olunması mühüm cəhətdir. Buna görə də biz miniatürdə bəzən deyirlər ki, işıq, kölgə məsələləri yoxdur və ya da perspektivizm yoxdur. Bundan başqa miniatürdə təsvir edilən yerin, məkanın tam olaraq anlayışını vermək mümkün deyildir. Bunun səbəbi elə o mani düşüncəsindəki yer alan o zaman anlayışından irəli gəlirdir. Bilirsiniz, onun kodu var, şifrəsi var. Biz onu bilmiriksə, biz baxırıq hansı gözlə, Avropa sənəti gözü ilə. Deyirik, hə, burada bu çatışmır, orada o çatışmır. Amma onun kodunu biləndən sonra biz onun gözü ilə başlayırıq baxmağa və onun zənginliyini o şərti dildə görürük. Ona görə görürük ki, hə, rənglər şərtidir, formalar şərtidir, kompozisiya şərtidir, məkan şərtidir. Yəni orada o perspektiv olan Avropadakı o sistem burada tamamilə ayrıdır. Zaman. Deməli, 2-3 zamanda olan hadisələr bir kompozisiyanın içində olur. Rənesansdan olan sənətdən sonra Avropada siz elə şey görə bilməzsiniz ki, bir şəxsiyyət 3 yerdə birdən, yəni bu bir kompozisiyada, bir əsərdə ola bilməz. Amma miniatürdə çox rahat və bunu qavrayanlar görürlər ki, hə, bu düzgündür, gözəldir və belə ola bilər. Yəni onun fərqli logikası var. O işıq kölgə aradan qalxanda əsərin içi işıqla dolu olur. Ondan sonra o perspektiv ortadan qalxanda həmən səthi bir səhnədə ploskos deyirik də biz ona səthi. Orada dərinlik daha çox nöqteyi nəzərdən görünür. Yəni biz Qərb rəssamı tərəfindən işləmiş bir tabloda deyək ki, bir perspektiv görürük. Normal qəbul elədiyimiz perspektiv. Biz ona ancaq bir nöqteyi nəzərdən baxa bilərik. Və o da bizi yorur. Ondan sonra o ölü olur. Yəni hərəkətsiz olur. Amma biz ona çoxlu nöqteyi nəzərdən baxdığımız zaman onun hərəkəti çoxalır. Və o hər zaman bizə nəsə öyrədir. Renesansdan başlayaraq, deməli, o dövrdə artıq işıq var, kölgə var, tamamilə ayrı logikadır. Və barokkada ümumiyyətlə orada çoxlu qaranlıq var, orada kölgələr var və s. və s. Bu ayrı estetikadadır. Amma zaman olub ki, şərqlə qərbin bu nöqteyi nəzərdən fərqi olmayıb. Yəni eyni logikada düşüncə olub gotikaya qədər Avropada. Sonra Renesans dəyişib, yəni öz şeyini və bugünkü müasir qərb sənəti sözsüz ki, fərqli bir rejimdə təsviri sənəti və bütün ayrı sənətlər yəni özünü göstərir. O səthi görünən, ilk baxışda görünən çox dərinlikləri var. İnanın mənə, o qədər dərinlikləri var. Özdə bir nöqteyi nəzərdən deyil, müxtəlif nöqteyi nəzərdən. Bunu ilk dəfə 19-cu əsrin sonlarında Paul Cézanne dünyanın ən dahi rəssamları biri siyasına girir, o kəşf elədi. Amma onun adına yazdılar, onu heç kim demədi ki, o vaxtı. Bu çox nöqteyi nəzərdən baxış hardan gəlib, hardan yaranıb? Əlbəttə ki, Paul Cézanne Louvre muzeyində miniatürlər sərgisi keçiriləndə onu görmüşdü. Matisse də görmüşdü, Picasso da görmüşdü.
Onlar baxdılar, gördülər ki, bizim bütün elədiklərimiz hamısı boş şeydir. Onu götürüb atdılar. Sadəcə əl qabiliyyətləri qaldı, bacarıqları qaldı və o alətlərini, yəni o əlləri onların alətləridir, onları başqa bir yöndə istifadə elədilər, doğru bir yöndə istifadə elədilər. Əgər qərbdə miniatür yazını qoruyan bir hüduddursa, şərqdə o yazının bitdiyi yerdə başlayan sonsuzluqdur. Bu mani təfəkküründən süzülüb gələn, zülməti işıqla məğlub etmək istəyən bir idrakin rəmzidir. Miniatür ustası üçün işıq kənardan düşən bir şüa deyil, varlığın daxilindən sızan ilahi bir aydınlıqdır. Avropa incəsənəti gözlə görünən sənətdir daha çox. Şərq incəsənəti hiss olunan, düşüncədən gələn, hissiyatdan gələn sənət. Yəni Rembrandtda, Leonardo da Vinci'də görürdülər ki, oturan insanın bir tərəfi işıqdır, bir tərəfi kölgədir. Ya irəlidə olan fiqur böyükdür, arxada olan kiçikdir, perspektivə gedir. Bunu Sultan Məhəmmədin də göz forması o cür idi, o da elə görürdü, Behzad da, Amirəkdir. Amma onun tərbiyəsi, aldığı təhsil və tərbiyə, əxlaq normaları onu gördüyü kimi yox, inandığı kimi çəkməyə məcbur edirdi. Çünki hər bir şərq rəssamının inancında Qurandakı əmrlər var ki, Allah gözündə insanlar eynidir. Ona görə şahı da eyni ölçüdə işləyirdi, uzaqda işləyən bağbanı da eyni ölçüdə. Çünki Allahın gözündə eynidir. Bu fərq qoya bilməzdi. Biz necə təsəvvüfü görürüksə, din aləmində təsəvvüfü, ədəbi janrlarda təsəvvüfə uyğun olan fəlsəfi məqamları görürüksə, burada da biz onu görürük. Və biz bunu açıq gözlə görə bilirik. Əgər o adam miniatür rəssamıdırsa, o əgər miniatür işləyə bilirsə, miniatürlə məşğuldursa, yəni o canında bu məsələ həll olursa, o mütləq həmin təsəvvüfi məsələləri də görür. Məsələn, elə əsərlər var ki, Peyğəmbərin mirazı səhnəsi və yaxud da digər Peyğəmbərlərin başına gələn hadisələrin miniatürdə əksi, bu yalnız təsəvvüfi hisslərə malik ola bilən rəssamlar yarada bilirdilər. Meracnamələrin bir forması Uyğurların həyatında vardır, manixeizmin içində vardır, şamanizmin içində vardır. Yəni bu meraz deyilən düşüncə bir çox inanclarda olduğu üçün bu gəlir miniatürdə bütöv bir halını alması gərəkir. Orada bunun həm İslami formada, həm manixeiz, ənənəvi formada təsvirlərini bütünləşdirmən lazım. Belə olan halda o surətlərin gizlədilməsi, inkar edilməsi, görünməməsi bu bizim səhv düşüncəmizdir. Yoxsa o dövrdə belə bir hakim fikir olmamışdır. Rəssamların biz həyatına baxdıqda sanki bu sənətin bir rahibini görürük. Sanki bu sənətin bir ona qulluq edən bir fədaisini görürük. Onlar hər addımlarını, hər davranışlarını da bir növ nəzarətdə saxlaya bilirdilər. Çünki o şəkildə olmasaydı, onlar o əsərləri yarada bilməzdilər. Onları başqa insanlardan fərqləndirən də onların öz baxış nöqtəsi olub. Onların mənəviyyatı başqa bir ölçüdür. Ora çatmaq çətin məsələdir. Bu əlçatmaz bir zirvələrdir. Bunun arxasında çoxlu ibadətləri, onların təbiətlə qarmoniyada yaşamaları və disiplinli yaşamaları və o qanunları pozmamaları, o qanun şərtləri ilə, həmin şərtlərlə davam eləmələri onları böyük bir ustalığa gətirib çıxartdı. Miniatür ustadı üçün kağızın qarşısına keçmək bir ibadətin başlanğıcıdır. O əllərini fırçaya vurmazdan əvvəl ruhunu təmizləyər. Dünyəvi qayğılardan arınıb həqiqətə hazırlaşar. Rəssamın hər nəfəsi bir zikir, hər fırça toxunuşu bir duadır. O masasının arxasında deyil, Tanrının dərgahın astanasında oturduğuna inanardı.
böyük rəssamlar heç vaxtı üzü qiblədən başqa heç cür oturmazdılar. Ya arxalarını, ya böyük yanlarını qibləyə çevirməzdilər. İbadət kimi üzlərini qibləyə çevirərdilər və işə o cür başlayardılar və dəstəmazsız başlamazdılar. Bu bir yaşam fəlsəfəsidir, həyat fəlsəfəsidir. Allahumma salli ala seyyidina Muhammedin ve ala alihi ve sahbihi ve sallim. O ibadətlərin sayəsində olur. O düz getməyin, disiplini sayəsində olur hər şey. İnanılmaza, axla gələ bilməyəcək xariqələri yaratmaq ancaq o yolla olur. Miniatür işləyən rəssamların fırça hazırlama mərasimi, rəng hazırlama mərasimi, eyni zamanda işə başlamaq mərasimi, bunun açılması üçün çox böyük bir səhnə lazımdır. Və bu rəssamlar özlərinin həyat tərzində miniatür işləmək üçün nə etməliydilər? Necə yanaşmalıydılar? O da inancların çox böyük mahiyyəti var. Yəni biz burada Türk İslam incəsənəti kimi bunu təqdim etdikdə burada İslam mədəniyyətinin bizim miniatürə gətirdiyi incəlik prinsipləri var. Bu incəlik prinsipləri xəttidir. Yəni xəttin plastikasındadır. Onun bir növ miniatürdəki rüşeymləri incəliyin üzərində qurulur. İnsan yaşam tərzi, həyat tərzi, məişəti onun düşüncə tərzini formalaşdırır. Yəni Avropada yaşayan sənətkar o əxlaq formalarının, o tərbiyəni, o dünya görüşünün nəticəsidir olan əsərləri. Şərq rəssamının da gördüyü işlərin nəticəsi onun həyat fəlsəfəsidir, yaşayış formasıdır, yaşayış inancıdır. Məsələn, bir mücrü bəzəyərdisə Avropa rəssamı heç vaxt onun altını bəzəməzdi. Çünki heç vaxt görünmür o. Amma şərq rəssamı onun altını da bəzəyirdi. Çünki Allah görür. Biri bazar üçün işləyirdi, insanlar üçün işləyirdi. Şərq rəssamı isə Allah üçün işləyir. Ona görə görünən, görünməyən yeri yox idi onun üçün. Allah görürsə bəzəmək lazımdır. İslam dini elmdir. O insanları kölgənin qaranlığı içinə soxmaz heç vaxt. İşığa çıxardır. O bizi işığa dəvət edir. O bizi çox başa düşməyə, çox anlamağa dəvət edir. O bizə çox şey öyrətmək istəyir. Uşağın qabağına bir ağ vərəq qoyuruq. Onun əlinə bir qələm ya iki rəngli qələm yaxud da bir qələm veririk. O uşaq sərbəst olur öz kağızının səthi bir formatın üzərində. Və o öz aləmini ora daşıyır və bütün rəssamlar, yaşlı adamlar, alimlər olsun, baxıb o uşağın içinə heyran qalır. Çünki həmən uşaq o anda kosmosla bərabər açıqdır. Çünki uşaq masumdur, uşaq təmizdir. O yuxarıdan kosmosdan nə alırsa onu həmən birbaşa ötürür ora. Bizim təsviri sənətimizdə o məsumiyyətlik qorunub saxlanılıb. Avropa rəssamlığına baxsaq, Rusiya rəssamlığına baxsaq, dünyanın başqa uzaq şərq incəsənətinə baxsaq və gəlib biz öz miniatür sənətimizdə, yəni Türk İslam incəsənətinin bu üslubunda analiz etsək, görəcək ki, nə qədər böyük fərqlər var. Və bu fərqlər də bugün miniatür adıyla tanınan bir sənətin fövqəladə bir sənət olduğunu, yəni orijinal bir sənət növü olduğunu ortaya qoyur. Bax, bunlar hamısı öyrənilməli, tədqiq olunmalı və eyni zamanda tətbiqi üsulları müasir dövrdə çox vacib. Və bunun daha düzgün olması üçün həmin biliklərə konkret və dəqiq yiyələnmək lazımdır. Azərbaycan təsviri sənəti qədimdir, çox qədimdir. Amma İslam dinindən sonra təkamül tapıb formalaşan təsviri sənət o dünyanın ən birinci, ən önəmli sənəti məktəbidir. Buna qayğı göstərmək lazımdır, bunu unutmamaq lazımdır. Beləliklə, Nurun yaddaşı bizi bir həqiqətin astanasına gətirdi. Miniatürdə kölgənin olmaması rəssamın çatışmazlığı deyil, Nurun zülmət üzərindəki qələbəsidir. Bugün biz qədim miniatürlərə baxarkən
Əslində keçmişin yox, insan yaddaşında heç vaxt sönməyən nurun izlərinə baxırıq. Bu sadəcə estetik seçim deyil. Bu görünən dünyanın arxasında daha böyük bir həqiqətin varlığına inandı. İlahi nurun olduğu yerdə qaranlıq hökm sürə bilməz. Və bu nurun yaddaşı bir zamanlar öz vətənindən uzaqlara, şərqin dərinliklərinə doğru uzun və çətin bir yola çıxmışdı. Hakim din, zərdüştülük düşüncəsi manixeizmi qəbul etmədi və manixeistlərin böyük bir hissəsi Orta Asiya getdilər.